məzhəb iki əsas üzərindədir. Hakimə qarşı danışmaq. Əməlləndir, dilləndir. Var əməllə, aydındır, var dillə. Və dillə olan pisdir. Yəni, yayır, amma özü heç nə eləyə bilmir. Yayır, özü heç nə eləyə bilmir. Yəni, nəsə eləyən eləyir, bilinir. Ancaq danışır. Buna deyirlər, qadiyyə. Qadiyyə yəni oturanlar. Qadə feilindəndir, oturur, ancaq danışır. Hərəkət yoxdur. Və çoxu belədir. Və sələf əqidəsi bu məsələdə mən deyirəm ki, bütün dünyaya müxalifdir, nəinki firqələrə. Bütün dünya bu məsələdə sələfə ziddir. Bütün dünya. İllə mən rəhimə Rabbi. Rəbbim rəhmət diləyələn başqa. Nəinki burada xavariclər, mötəzillər falan bir də dəli. Hətta din əhli olmayanlar belə. Razı deyirlər bunu. Hətta bizə təyin edirlər. Hətta bizi günahlandırırlar. Hətta bizə yaltaq deyirlər. Bəziləri elə bir ki, biz hadisə işləyirik. Bəziləri belə. Hansı ki, yəni, onlar bu şeyləri, necə deyərlər, cəsarətdən, mərdlikdən saymırlar. Elə bilirlər ki, mərdlik, cəsarət isə danışmaqdır. Halbuki sünnə bunu demir. Sələf bunu demir. Hədislər bunu demir. Əksinə, tam əksin deyir. Və Ənəs ibn Məlik radiyallahu buyurur ki, əmarana əkəbiruna min ashabi nəbiyyi sallallahu aleyhi ve sellem. Sahabələrin böyükləri, yəni Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrinin böyükləri, yəni Əbu Bakır, Ömər, Osman, Ali, Talha, Zubeyr, böyük sahabələr. Bizə belə əmr edilər. Ənəs də yaşlı balacaydı onlardan, kisiydi. Lə nəsubdə Ömərana. Əmir sahiblərimizi söyməyək. Və lə nəğuşşəhum. Onlara aldadmayaq. Və lə nasihim. Onlara asi olmayaq. Və ən nəttəqiyyəllaha və nasbir. Allahdan qorxaq və səbr edək. Və innəl əmrə qarib. Yəni, hər şey yaxındadır. Yəni, qiyamət, ölüm yaxındadır. Yəni. Hər şey yaxındadır. Yəni, dünya tutub gedməyəcək. Və dünyanı tutub gedməyəcəklər. Hər şey yaxındadır. Yəni, bütün işlər yaxındır. Peyğəmbər sallallahu aleyhi və səlləm döyüşlərin birində qənimətləri bölür. Yaxşı, bayaqki hədisi rəvayət edib İbn Əbu Asim eynən və hədisin isnadın Şeyx Alban deyir ki, hədisin isnadı yaxşı isnaddır, yəni qəbul isnaddır. Yaxşı isnaddır, yəni yaxşı qəbuldur. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə qənimətləri bölür. Qənimətləri böldüyü zaman içərdən bir kişi deyir ki, ya Muhammed, ey Muhammed. Və sahabələr bilirsiniz, belə demirlər, ey Muhammed. Heç bir sahabi demir, ey Muhammed. Ey Allahın nəbisi, ey Allahın Rasulü, belə müraciət olur. Hətta Allah Teala da Quranda Muhammed sallallahu aleyhi və səlləmə müraciət edəndə deyir ki, ey Nəbi və ey Rasul. Amma deyib, ey Musa, ey İbrahim. Amma bizim Peyğəmbərə demir belə sallallahu aleyhi və səlləm. 4 dənə yerdə adını çəkib bəyan baxımından. Deyib, və mə Muhammedun illə Rasulun qad xalət min qablihi Rasul. Muhammed Rasuldur, ondan qabaq da Rasullar gəlib gedib. Yəni, adım belə deyib. Və ya Muhammedun Rasulullah, Muhammed Allahın Rasuludur. İzah edə bilirəm. Amma müraciətdə deyib ki, ya əyyuhər Rasul, ey Allahın Rasulu. Amma başqa Peyğəmbərlər deyib ki, ya Musa, ya İbrahim və s. və s. Allah subhanət hala bu ədəbi qoruyub Peyğəmbər s.ə.v. Bu xavaric. Deyir ki, ey Muhammed, Peyğəmbər s.ə.və müraciət edir. Görsən ki, adamın xəbəri yoxdur. Əxlaqdan, dindən, ədəbdən. Hansı ki, bu mühümdür. Müraciət formaları var. Deyir Muhammed, sən düzgün bölmürsən. Yəni, Peyğəmbər s.ə.v də baxırdı, görürdü, məsələn, biri İslama təzə gəlib ona çox verirdi. Əbu Bakır Ömərə heç nə vermirdi, çünki onlar qəlbləri sabit idi. Belə sahabə vardı ki, məsəl üçün kasıb idi, ona belə çox verirdi. Qıraqdan təbii ki, belə qeyri-adil görsənir. Lakin o Allahın Rasuludur sallallahu aleyhi ve sellem. Vəhiy ilə hərəkət edir. Deyir, bu elə bir bölgüdür ki, Allah bundan razı deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vay olsun sən.
Əgər mən ədalətli bölmürəmsə, yaxşı, onda kim ədalətli böləcək? Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem o çıxıb gedəndən sonra, yəni arxa çevirəndən sonra Peyğəmbər sallallahu aleyhi ve sellemə dedi ki, bundan, yəni bunun belindən bir dənə toplum çıxacaq. Onlar Quran oxuyurlar. Amma Quran boğazlarından aşağı keçməyəcək. Yəni qəlblərinə toxunmayacaq o ayələr olan. Tilavət eləyəcəklər. Amma qəlblər ancaq duymayacaq, hiss eləməyəcək oradakı mənaları. Ona görə onlar Quranı başa düşmürlər, baxma ki, oxuyurlar. Əgər onlar qalxsalar, onları öldürün. Əgər yenə qalxsalar, onları öldürün. Peyğəmbər s.ə.v belə deyir. Təbii ki, bu başçıya aiddir, əmir sahibinə və sahabi deyir ki, Peyğəmbər s.ə.v bunu 3 dəfə dedi. Bu hədisi də Şeyx Albani səhih görür. İbn Əbu Asim yenə Sünəndə rəvat edir. Yəni, narazılıq Peyğəmbərin də vardır s.ə.v. Düz bölmürsə. Çünki o, zahirdə baxar elə bilir ki, düz bölmür. Amma həqiqətə varanda Peyğəmbər sallallahu aleyhi ve sellem düz bölür. Abu Bakırdan da narazılar olub, Ömərdən də. Osmandan da radiyallahu anh, Əlidən də radiyallahu anh. Ondan aşağıdan danışmır. Hamısından razı olub.